YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Gəlin başlayaq bu ifadəni sadələşdirməklə. Bu sual OTK sınaq imtahanına salınıb. A kvadrat üstəgəl AB bərabər 17. Ortaq vuruq çıxaraq A-nı. Qalır A üstəgəl B 17-dir və 17 sadədə də olduğuna görə buna 1 deyək. Bu cəmə də ümumi 17 deyək. Belə çıxır ki, A 1 imiş. B 16. Soruşa bilərsiniz ki, ay müəllim, niyə görə buna 17, buna 1 demədik? Elə olanda A və B mənfi alınar. Ona görə də o şərt ödənmir. Çünki A və B natural olmalıdır. Yaxşı, A-nı da tapdıq, B-ni də. Gedək indi bu ifadəni sadələşdirək, vurub açırıq mötərizələri. Diqqətlə baxaq. A-nı A-ya A kvadrat, A-nı B-yə AB. Birinci mötərizənin içərisindəki hədləri uyğun olaraq ikinci mötərizənin içərisindəki hədlərə vururuq. Çıxılsın 2AC, çıxılsın 2BC, sonra üstə gəl 2AC, üstə gəl 2BC və üstə gəl B. Bu formada yazaq. Oxşar hədlər var. Bəli, islah edək. Qaldı burada. A kvadrat üstə gəl AB, üstə gəl B. A kvadrat üstə gəl AB-nin də qiyməti məsələdə verilib 17-dir. B-nin də qiymətini 16 tapmışıq. 17 üstə gəl 16. Düzgün cavab 33 olar.